Ya Allah. Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bugün yenə sizə Biləcərdə şəxsi evlər silsiləsindən yeni bir evimizi təqdim edəcəyik. Bu gördüyünüz bu kiçik bir ərazi bu evə məxsusdur. Baxmayaraq ki, darvaza içərdən qoyulub. Amma bu da təqdim edəcəyimiz evə məxsusdur. Gəl Kərbalay. Deməli, əziz dostlar, ev 5 otaqdan inşa edilib, 4 otaqdır. Əlavə köməkçi bir otaq, hamam tualet də var evin içində. İndi çəkiliş zamanı sizə təqdim edəcəyik. Buyurun, gəlsin sizə evi. Əvvəlcə həyətlə sizə tanış edək. Baxın, bu evin ön həyət yanı hissəsidir. Gəl bir də arxanı çevir, arxanı görsək. Arxaya baxsınlar. Ay sağ ol. Bu gördüyünüz həyətdəki köməkçi əlavə bir otaqdır. Evin əsas 4 otağından əlavə bu bir ayrı bir otaqdır. Mətbəxli bir otaqdır. Bir də həyət üçün ayaq yolusu var. Keçək arxaya. Görsək əziz qardaşım. Deməli o toyuq damına qədər, o qarşıda gördüyünüz divara qədər tam bu evə məxsusdur. Çox gözəl meyvə ağacları var. Maşallah, hamısı da bar verən ağaclardır. Ümumən 5 otun içindədir. Bu da kiçik ayaq yoludur həyət içindir. Çox gözəl ərazidədir bu ev. Bu ağacları yetişdirmək üçün 25 il vaxt lazımdır. Maşallah. Buyurun, keçək evin içərisindən sizi tanış edək. Qardaş, bir dənə siz zəhmət olmasa. Ya Allah. Əziz dostlar, evimizin 6 daşdan ibarət köşküsü var. Bir dənə görsək ki, görsənir də 6 daşdan ibarətdir. Gel bura qardaş. Bura kombi otağıdır. Burada kiçik də olsa balkondur. Yayda oturmaq, solda oturmaq olar. Çay içməyə. Demək, giririk dərhal dəhlizə. Dəhlizdən sol tərəf hamam sanıcı bir yerdə. Görsək gəl. Kifayət qədər də böyüdür, ölçüsü var. Keçin səhəri qardaş. Səhəri keçin sən. Geçək. Sağ tərəfdə isə mətbəxdir. Bu mətbəx deməli altının təxminən 4 metrə yaxın olar bura. 20 kvadrat bura, 18-20 kvadrat rahat var yanında. Çox rahat var. Əziz dostlar, indi hamıya aydındır ki, indiki zamanədə, müasir dövrdə ev satan mətbəx mebelini aparmır. Mətbəx mebeli qalır yerində. Hamam tualetin aksarı da qalır yerində. İndi çox güman ki, burada bəzi əşyalar da qalacaq evdə. Buradan isə daxil oluruq evin qonaq otağına. Bax, belə bir qonaq otağıdır. Kəbləyi təqdim elə. Belə bir dənə çevir qoy görsünlər. Burada siz buradan əşya götürəcəksiniz, yoxsa əşyalar qalacaq? Götürüləcək. Ha, laf yaxşı. O heç aydın məsələdir. Görsək kəbləyi, bir yataq otağı buradadır. Bir yataq otağı da. Gəl Kərbalay. Bir yataq otağı da buradadır, əziz dostlar. Deməli, baxın. Pəncərə öz həyətinə baxır. Gəl Kərbalay, görsən. Bu evin də qarşısında heç bir maniyə yoxdur. Bütün pəncərələr öz həyətinə baxır. Bir yataq otağı da buradadır. Baxın, gördüyünüz kimi öz həyətinə baxır. Maşallah, işıqlı da evdir. Günün bütün hissəsində bu ev işıqlı olur. Əziz dostlar, deməli, bu evimiz də şəxsi tikilidir. Əvvəldə qeyd etdiyimiz kimi 5 otun içindədir. Bələdiyyə sərəncamı
yoxdur bu evdə, amma bələdiyyədən sənəd düzəltdirmək mümkündür. Sayğaclar var, bütün kommunalları yerindədir. Bu evin yerləşmə yeri haqqında sizə qısa məlumat verim. Deməli, evin yerləşmə yeri Biləcərdən İşıqbordan Qayaya qalxan yol deyirlər. O yolun üstündədir, 6-cı döngədədir. 6-cı döngədədir. Evin də ümumi qiyməti 150 min manat təyin olunub. İndi ev sahibi də özünün dediyinə görə real müştəriyə inşallah endirim olunacaq. Şəxsi tikilidir, yəni təkrarlayıram. Evin heç bir problemi yoxdur. Heç bir problemi yoxdur. Bütün kommunallar hər şey qaydasındadır. Qaz, su, işıq daimidir. Yəni 2 manata çox rahatlıqla yaşaya bilər. Səliqəli evdir. Yəni bu evə bundan sonra əl vurmağa, nəsə remont eləməyə ehtiyac yoxdur. Çox gözəl bağı da var. Özünüz də gördünüz bağında. Çox qəşəng də bağı var. Allah alana da, satana da əziyyəti keçən hər bir kəsə də xeyir versin inşallah.